Yer kürəsini tam dolaşan bir ip təsəvvür edin. Əgər biz bu ipi bütün dünyanın yer səthindən 1 metr qaldırmaq istəsək, sizcə ipi neçə metr uzatmaq lazımdır? Sualın cavabına keçməmişdən əvvəl onu deyim ki, bu mövzu təsadüfi deyil. Bugün 14 mart Beynəlxalq Pi gündür. Bəs bu pi nədir ki, onun hələ günü də var? Pi, məktəbdən də xatırladığımız kimi 3,4 ilə başlayan və sonsuz davam edən mükəmməl bir ədəddir. Ona görə də 3-cü ayın 14-cü günü pi günü ediblər. Nə təsadüfdür ki, Einsteynin də doğum günü bugündür. Bu rəqəm həyatda da qabağımıza çıxan minlərlə çevrənin uzunluğunu hesablamaq üçün istifadə olunur. Ən sadə deyək ki, 32 santimetrlik bir pizzanın kənarlarındakı xəmirin uzun formada düzsək, uzunluğunun nə qədər olacaq? Bunun üçün sadəcə diametri piyə vurmaq lazımdır. Bəs pinin rəqəmi, dəyəri necə hesablanır? İllər boyu pinin vergüldən sonraki maksimum rəqəmini hesablamaq üçün alimlər hesablamalar aparıb. Hər il inkişaf getdikcə vergüldən sonra məlum olan rəqəmlərin sayı artırdı. Dövrümüzdə ən müasir texnologiya ilə vergüldən sonraki milyardıncı rəqəm çoxdan keçmişik. Lakin bu bizə lazımdırmı? Sadə bir müqayisə verim. Günəşin diametri 1.392.700 kilometrə yaxın olduğunu bilərək, onun çevrə boyu uzunluğunu 1 santimetr təxfif ilə hesablamaq üçün pi'nin vergüldən sonraki 12 rəqəmi kifayətdir. Bəs onda sonraki milyonuncu rəqəm niyə lazımdır? Bunun bizə səbəbi kompüteri və alqoritmləri test etməkdirsə, digər səbəbi isə sadəcə insanların elmi marağıdır. Hətta dünya üzərində 14 mart tarixində pi memorization yarışları da keçirilir. Kim vergüldən sonraki maksimum sayı biləcək? Pi rəqəminin tapılmasında bu fonun iynə problemi də çox məlumdur. Nədir bu iynə problemi? İlk öncə bu bufon deyil. Birinci onu düzəldək. 18-ci əsrdə yaşamış riyaziyyatçı bu eksperiment üçün bir kağız parçası götürür və onun üzərində iynənin uzunluğu aralığında paralel xətlər çəkir. Sonra isə topa şəkildə iynəni kağızın üzərinə atır. Bu zaman iynənin xətti kəsmə ehtimalı 63%-dir. Yəni 3 iynədən ikisi xətti kəsir, biri isə boşluqlara düşür. Bu ehtimalı hesablamaq üçün 2/pi düsturundan istifadə olunur. Başqa bir ehtimalı hesablamasına baxaq. Əgər Qubadakı alma bağlarına getsəz, sıralı şəkildə əkilmiş ağacların birinin dibinə oturub bağa baxsaz, bəzi ağacları görəcəksiniz. Digərləri isə öndə olan ağacların arxasında görünməyəcək. Görə bildiyiniz ağacların sayını tapmaq üçün 6 bölünsün pi kvadrat düsturundan istifadə edə bilərsiniz. İndi isə qayıdaq videonun əvvəlindəki məsələnin həllinə. İpi 1 metr qaldırdıqda hər tərəfdən 1 metr qalxacaq. Yəni diametr 2 metr böyüyəcək. Hər metrə görə də 1 pi qədər ipi uzatmalı olduğumuzu bilirik. 2 metr uzadırıqsa, deməli 2 pi. Yəni altdan %25 metr uzatmaq lazımdır. Bütün qeyd etdiklərimə görə bu təkrarlanmaz rəqəmin şərəfinə 3-cü ayın 14-cü günü, yəni mart ayının 14-ü, bugün pi günü kimi qeyd olunur. Bu günü qeyd etməmişdən əvvəl 30 saniyənizi ayırıb, videonu bəyənib kanala abunə olsanız isə kanala dəstək olmuş olarsınız. Əvvəldə dediyim kimi, kanalda adətən mühasibat və maliyyəyə aid videolar olur. Balans, mənfəət zərər hesabatı necə olur, nədir? Amma bu dəfə bir qədər kənara çıxdım. Əgər sizə də maraqlı oldusa, like və subscribe düyməsini bassaz sevinərəm. Pi gününüz mübarək.